Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlenizin üzerine olsun. Allah Teala gelen günlerinizi xeyrəbət eylesin. İşlerinizi avan eylesin inşallah. Akşamınız da hayırlı olsun, bereketli olsun. Ettiğiniz ibadetleri Allah Teala öz dərgahında kabul eylesin. İmam Hüseyin'e, Kerbela şehirlerine xatir. İlerideki söhbətimizdə bildiğiniz kimi usulü dinin hakkında danıştık. Usulü din 5 tane maddeden ibarettir. Bildiğiniz kimi. Birinci tevhid, Allah birdir. Yani iki deyir. İkinci adil, Allah Teala adildir. Zulmeleyendir. Üçüncü nübüvvet. Yani 124 bin peygamber berhaktır. Evveli Adem aleyhisselam. Sonuncu da ki bizim peygamberimiz sallallahu aleyhi ve sellem. Sonra imametdir ki 12 imam, yani evveli Əl-Əmr el-Mömin aleyhisselam, belə ki bunların adlarını sizə dedim. Axırıncı da məaddır, yani ölmək və dirilmək bərhaqdır. Bunların 4 bəndini iləridəki söhbətimdə etdim. Bugün inşallah məad haqqında danışacağım. Bu söhbətdən sonra yine de İmam Hüseyin Aleyhisselam'ın birine söhbetini edenden sonra yine de duaların kabul olunma yani şartları hakkında olan söhbetleri edeceğim dediğim kimi. Məad sözünün manası insan yani ölenden sonra yeniden dirilir. Yani qayıtmaq demektir. Yani insan ölenden sonra bir de dirilecek. Yani bir vakit olacak ki bu kainatın sonu olacak. Bu dünyanın sonu olanda İsrafil aleyhisselam yani İsrafil melek adıdır da 4 tane müqərrəm meleklerden biri de İsrafil aleyhisselamdır. İsrafil melek şeypuru dinde ise sur deyilir. Suru çalacak. Onun sesinin dəhşətindən bütün canlılar həlak olacaq. Sonra neçə min illər dünya boş qalacaq. Sonra İsrafil bir də şeypuru çalacaq. Onda dünyanın əvvəlindən sonuna kimi nə qədər dünyaya gələn insan olubsa, hamısı diriləcək. Yəni bu söhbət burada qısa şəkildə, yəni mən bunları qeyd etmişəm. Burada mövzular çoxdur, geniş surətlərdə yazılıb. Amma onların hamısını mən sizə yəni deyə bilmərəm. Və ərəsad-ı məhşər düzəngah bir yerə bu cəmiyyətlər gələcək. Orada Allah Teala'nın məhkəmə divanı qurulacaq və çox dəhşətli və holinak bir meydana cəm olub bu dünyada etdikləri bütün işlər barəsində bu insanlar hesabat verəcəklər. Burada çox sözlər var, mən onların üstündən keçirəm. Bizə əsas lazım olanları nəzərinizə çatdırıram. İnsanların dünyada etdikləri xeyir və şər işlərinin siyasi yazılıb, hər adamın öz boynundan asılacaq. Bəzi xəbərdə hər insanın öz əməl kitabı ona veriləcək. Cənnətə gedənlərə, yəni onun əməl kitabı sağ tərəfdən sağ qoluna veriləcək. Cəhənnəm əhli olanlara isə arxadan sol qoluna veriləcək. Xeyr əməli çox olanlar isə 5-də, yəni günahkarlar isə cəhənnəmə gedəcəklər. Bütün bunlara məad deyilir. Yəni öləndən sonra dirilib hesabat verməyə, inanmağa məad deyilir. Bunlara inanmaq və etiqad etmək müsəlmanlığın şərtlərindəndir. Qısası budur ki, İslam dinini qəbul etmək üçün bu 5 maddəyə qəlbən inanıb
etiqad etmək lazımdır. Üsul-i dinin birinci ve ikinci maddesini yani tevhid ve adil maddelerini kabul etmek için La ilahe illallah yani Allah'tan başka Allah yoktur demek lazımdır. Belə ki, qəlbdə də gərək dediyin sözü təsdiq edəsən. Üçüncü, nübüvvət maddəsini qəbul etmək üçün Muhammed Resulullah, yani Muhammed Allah'ın gönderdiği elçidir. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Dördüncü, yani imamet maddesini kabul etmek için ise Aliyyün veliyullah, yani Ali aleyhisselam Allah'ın velisi, peygamberin ise naibidir, deyilir. Eğer şəxs üsul-i dinin birine inanmasa Müslüman değil veya ölenden sonra dirilmeye inanmasa o adam kafir sayılır. İlerideki söhbətimizdə orada qaldık ki, dedik, eğer bir şəxs üsul-i dinin birine inanmasa o adam kafirdir. Mesela bir adam La ilahe illallah Muhammedin Resulullah Aliyyün veliyullah buna kelime-i teyyibe deyilir. Veya eşhedü en la ilahe illallah ve eşhedü enne Muhammeden Resulullah ve eşhedü enne emirel müminine Aliyen veliyullah. Buna kelime-i şehadet deyilir. Gerek bunlara itikadın ola. Lakin meada yani ölenden sonra dirilmeye inanmasa belə adam kafirdir. Üsul-i din bir ağacın köküne benzeyir. Çünkü ağacın kökü kimi gizlidir. Yani üsul-i dini insan öz insafı ve vicdanı ile kabul etmelidir. Şəxsin onu qəlbən edip etməməsi bize malum olmur. Eğer bir şəxs zahirde üsul-i dinin bütün maddelerini kabul edirsə, qəlbində ona inanmasa da biz onu bilmirik ve vazifemiz onu Müslüman hesap etmektir. Çünkü biz insanların zahiri əməlləri ilə rəftar edirik. Peygamberin özü de zahirde İslam'ı kabul edenleri Müslüman hesap edirdi. Hərçənd onların bəzisinin qəlbən Müslüman olmadığını bilirdi. Lakin Peygamber sallallahu aleyhi ve sellem de onun zahirine göre onlarla rəftar edirdi. Nəticə belədir. Bu deyilənlərdən məlum olur ki, hər kəs öz əqli ilə öz yaradıcısını tanıya bilər. Bu isə təvhid deməkdir. Allah'ın varlığını ve onun tək ve yegane olduğunu dərk etmək üçün insan öz mühakiməsini dərinləşdirməli, zehnini saflaşdırmalıdır, təəssübü kənara atmalı, şuurunu bu istiqamətə yönəldib son derece səmərəli istifadə etməlidir. Bu onun mənəvi aləminə cəla və səfa verən keyfiyyət, onu heyvani cəmbədən, yəni insanı inamsızlıqdan, səhv fikirlərdən uzaqlaşdıran ülvi bir xislət, əql və şuur üçün gimnastika veya məşq və insanlıq aləmi üçün yüksək mədəniyyətdir. İnsanı heyvandan fərqləndirən şey onun əqli və şuurudur. Əgər insan bu ağıldan ya şuurundan istifadə edərək öz yaradıcısını tanıya bilmirsə və ona minnətdarlıq etmirsə, belə insan heyvandan da pisdir. Çünki heyvanın şuuru yoxdur. Onun boynuna, insanın boynuna gələn təkliflər də gəlmir. İnsan öz düşüncəsi ilə təvhidi, yəni Allah'ın birliyini qəbul edərsə, yəni yegane xaliqinə inanarsa, onun insanlar üçün bir qanun veya instruksiya göndərmək zərurətini də başa düşər. Bu qanunun da insanların həyat tərzi, hüquqları və mühafizə yolları olmalıdır. Bu qanunda din adlanır.
Əgər insan öz əqli ilə bunun lazım olmasını başa düşərsə, ədil, yəni ədalətli olmasını qəbul etmiş olur. Bunları qəbul edən şəxs həmin qanunun insanlara yetirilmə vasitəsini, Peyğəmbəri də qəbul edər. Bu isə nübüvvət deməkdir. Şübhəsiz ki, Peyğəmbər də öz işini davam etdirmək üçün xalqa rəhbər olan bir nəfər vəsi təyin etməlidir. Bu isə imamət deməkdir. Mənim bu şüarımdır ki, həmişə deyirəm, Allah Taala'nın bu dünyadakı işləri hamısı bizə dərs verir. Allah Taala'nın bu dünyadakı işlərinə baxıb biz hansı işimizi necə etmək lazım olduğunu bilə bilərik. O cümlədən dünyanın hər bir yerində bir adama tapşırılan işin nəticəsi bir müddətdən sonra yoxlanılır. O adamdan hesab çəkilir ki, ona tapşırılan işi, vəzifəni necə əmələ gətirib. Dövlətlərdə, idarə və müəssisələrdə də bir qayda olaraq bu hər yerdə belədir. Deməli, belə olan halda Allah Taala da insanlara verdiyi tapşırıqların nəticəsini yoxlamaq üçün biz insanların da hesabatı olacaq ki, buna da qiyamət günü deyilir. Hər bir şuurlu, ağıllı insan da bunu öz ağlı ilə dərk edə bilər. Bu isə məad adlanır. Yəni öləndən sonra yenidən dirilib dünyada etdiyin əməllərə görə hesabat vermək. Bu mülahizələrdən aydın olur ki, üsul-i din doğrudan da insanın əqli və mənəviyyatı üçün verilmiş bir qanundur. Amma təəssüflər olsun ki, indi mənəviyyat aləminə bələd olan və onu qəbul edən adamlar çox azdır. Çoxları onu dillərində də desələr, qəlbən çoxları belə məsələlərə inanmırlar və bu məsələni kör-körana qəbul edirlər. Çünki dərin elmə malik deyirlər. Bəzi insanlar dini elmlərdən çox az anlayışları olduqları üçün belə sözləri qəbul edə bilmirlər. Bu cür adamlar hələ öz bilməməklərini də anlamırlar. İnsanın ruhu nə qədər bu qəfəsdədir, bizim bu aləmdə gördüyümüz şeyləri, yuxuda gördüyümüz şeylərə bənzədiblər. Yuxuda adam şeyləri çox vaxt aydın görə bilmir. Hər şey tutqun, dumanlı və pərdəli kimi görünür. Bəzən adam yuxuda danışmaq istəyir, ancaq səsi çıxmır. Qaçmaq istəyir, ancaq ayağı işləmir. Buna baxmayaraq o özünün yuxuda olduğunu bilmir. Bizim dünyadakı halımız buna oxşayır. Əli əleyhissalam buyurmuşdur. İnsanlar bu dünyada yatıblar. Elə ki, öldülər, ayılacaqlar. Yəni, bizim əsas dünyamız qabaqdadır. Bu hədisdə dəryalar qədər söz var. Yəni, insan öləndən sonra onun üçün daha geniş aləmlər olacaq. Bu məsələni yuxudan ayılmaqla müqayisə ediblər. İnsan öldükdən sonra bərzəx aləmində eyni bizim bu bədənlərimizə oxşar bir lətif bədənə daxil olacaq. Nikir və Münkir adlı iki mələk. Əgər insan günahkar olsa, çox müdhiş, yəni qorxulu surətlərdə həmən adamdan sorğu-sual edəcəklər. Ondan onun Allahını, dinini, Peyğəmbərini, imamlarını, kitabını, yəni Qur'an-ı Kərimi və qibləsini soruşacaqlar. Əgər bu suallara İslam qanununa müvafiq cavab verə bilsə, ona deyərlər ki, yat, yerin rahat olsun. Onun olduğu yerə beşikdən bir pəncərə açılar. Beşiktin nəsim və ətirli havası ona dəyər. Qiyamət olana qədər asudə yatar, hesabatını qiyamətdə verər və cənnətə gedər. Bəzi xəbərlərdə belə deyilir. Əgər İslam qanunlarına dünyada düzgün əməl etmiş olsa, yəni savab əhli olsa və nikir və münkərin suallarına düzgün cavab versə, ona deyərlər, qiyamətə kimi istəyirsən səni yatırdaq.
və ya əgər istəyirsən səni bərzəx cənnətinə, Darüssəlama göndərək, qiyamətə kimi orada savabkar olan şəxslərlə de, danış, rahatlan və istədiyin vaxtlarda dünyada olan övladlarına, istədiklərinə gedib baş çək. Yəni onları yoxla, onları gör. Belə insanların çoxları cənnət bərzəxini seçərlər və istədikləri vaxtlara qədər diri qalarlar. Əgər bir şəxs elm tələb edən halda dünyasını dəyişsə, öləndən sonra ona bərzəx cənnətində xüsusi gözəl yerlər və elm sahibi olan mələklərdən insan surətində o adama göndərərlər ki, qiyamətə qədər və istədiyi vaxta qədər ona Allah elmlərindən öyrədərlər. Xoş belə şəxslərin halına. Amma əgər ölən insan suallara cavab verə bilməsə, onun başına bir güz vurub qəbrinə cəhənnəmdən bir yol açarlar. O qəbrində, yəni həqiqətdə bərzəxdə ona cəhənnəm misallı bir yer verərlər. Orada qiyamətə kimi cəhənnəm əzabı çəkər. Bərzəx qəbrə daxil olan vaxtdan qiyamətə qədər olan müddətdə meyidin qəbirdəki halına bərzəx aləmi deyilir. Əslində qəbir dedikdə insanın ruhu o dəfn olunduğumuz qəbirdə olmur. İnsan öldükdən sonra bu bədənə oxşayan lətif bir bədənə ruhu daxil olub, onun əməlinə müvafiq ona xüsusi yer verilir. Bu iki dünya arasında olan bir aləmdir. Bərzəx iki otaq arasında olan bir divara bənzəyir. O otaqları bir-birindən ayırır. Belə ki, bərzəx aləmi də bu dünya ilə o dünyanı biri-birindən ayıran bir dünyadır. Bərzəx aləmində olan əməli salih insanların ruhları azad olacaqlar. Onlar bu aləmi müşahidə edəcəklər. Hətta bizim dünyada görə bilmədiyimiz şeyləri onlar görəcəklər. Lakin dünyada olan diri insanlar onları görməyəcək. Bu yazıları yazan kitabın müəllifi sonda deyir. Mən özüm bir dəfə xəstə olduğum zaman ölüb, ruhum bədəndən çıxıb, ruhlar aləmində olub, sonra yenidən bədənimə qayıdıb. Hətta ruhun bədəndən çıxmasını və bədənə daxil olmasını, günəşin çıxması və batması kimi aydın surətdə duyub və hiss edib. Bu da əlavə müstəqil və maraqlı bir əhvalatdır. Amma bütün bunları aşkar edib yazmaq münasib deyil və danışmaq olmaz. Bunu yazmaqdan məqsədim budur ki, oxucular və ya dinləyicilər bu deyilənləri əfsanə hesab etməsinlər. Müasir insanlar mənəviyyatdan o qədər uzaqlaşıblar ki, bu cür məsələlərə şübhə ilə yanaşırlar və ya heç inanmırlar. Çünki insan görmədiyi bir möcüzəvi işi qəbul edə bilmir. Lakin kitabın müəllifi deyir, mən öz başıma gələn macəradan o qədər böyük təəssürat almışam ki, ruh barəsindəki xəbərləri şübhəsiz qəbul etməyi hamıya məsləhət görürəm. Biz ruhları görməsək də onlar mövcuddur. Hələ yaşadığımız bu aləmdə elə şeylər var ki, bizim gözümüz qarşısındadır. Lakin bizim bədənimiz və bədən üzvlərimiz onları dərk və hiss edə bilmir. Odur ki, görünməyən və dərk edilməyən şeyləri inkar etmək elmsizlikdən irəli gəlir. Mələklər aləmi ruhlar qəbilindəndir. Elə bil necə ki, bizim bədənimizdə ruh var, amma biz onu görmürük. Mələklər də belədir, yəni onlar var, amma biz onları bu gözlərimiz ilə görə bilmirik. Amma bizim ruhlarla mələklərin bir fərqi var ki, mələklər istədikləri surətə düşə bilirlər, fəqət it ilə donuz surətindən başqa. Allah Teala onlara elə imkanat verib ki, onlar bir insan surətinə və ya digər surətlərə düşüb özünü sənə göstərə bilir. Necə ki, Cəbrail mələk Peyğəmbərimiz ilə danışmağa gələndə Mədinədə Dəhiyyə-i Kəlbi adlı gözəl surətli bir şəxs var idi. Onun surətində Peyğəmbər salavatullah ilə danışardı. Baxanlar da elə bilərdilər ki, Peyğəmbərlə danışan
Dəhiyyə-i kəlbinin özüdür. Amma həqiqətdə o mələk Cəbrail əleyhissalam olurdu. Müəllif sonra yazır. Bu barədə söz çoxdur. Odur ki, mətləbi bundan artıq uzatmayaq. Oxucunu, dinləyiciləri yormayaq. Əsas mətləbə qayıdaq. Yuxarıda qeyd etdik ki, əgər bir şəxs üsul dini qəbul etsə, bizim təklifimiz onu müsəlman kimi qəbul etməliyik. Yəni, bizim vəzifəmiz onu müsəlman kimi qəbul etməliyik. Digər tərəfdən bunu da bilmək lazımdır ki, üsul dini qəbul edən bunu öz əməllərində büruzə verməlidir. Allah Teala insanın mənəvi aləmi üçün qanun, yəni üsul din təyin etdiyi kimi, onun cismani aləmi üçün də, yəni onun əməlləri üçün də qanunlar təyin edib. Üsul dini qəbul edən şəxsin əməlləri gərək onun fəaliyyəti üçün təyin edilmiş qanuna uyğun olsun. İnsanın əməli üçün Allah Teala'nın qoyduğu qanunlar fürû-i dindir. Burada üsul din haqqında olan söhbətlərimiz bitdi. Allahın izni ilə gələn söhbətimizdə fürû-i din haqqında söhbət edəcəyəm. Sonra duaların qəbul olma şərtləri haqqında söhbət olunacaq. İndi isə sizlər ilə sağollaşıb, sizi Allah'a tapşırıb, sizdən ayrılıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.